Bu kontent Familia Barsa Azərbaycan və Peña Blancos Azərbaycan komandalarının təşkilatçılığı ilə həyata keçirilir. Balit Podcast. Hər birinizi salamlayırıq dostlar, bilirik ki, işləriniz qaydasındadır. Siz Balit Podcast YouTube kanalındasınız və bugün möhtəşəm bir gündür. Nəyə görə? Çünki biz burada İspaniyanın ən hörmətli və yəni normal komandası olan Atletico Madridi müzakirə edəcəyik. Deyərdim paralel kainatda, amma biz normal kainatdayıq. Burada biz Real və Barcelona müzakirə edirik və bu dəfə uşaqlar fikirləşdi ki, Fuad mənlə bacarmır tək, ona görə də bu dəfə 2 dənə Barcelona azkeşində podcast keçiririk. Novruz, Familia Barsa fan klubunun rəhbərlərindən biri və bir dənə səhifəm var. Hepsi Barcelona azkeşi. Heç kimə lazım olmayan, heç kim oxumadığı bir səhifənin admini. Fuad Barcelona azkeşi, mən Abdul Real azkeşi və bugün müzakirə edəcəyimiz bir çox mövzu var. İlk öncə... Bir dəqiqə deyəm, sənin sözü kəsən. Nasrədə niyə belə yaxşıdır ki, başa düşmədim mən? Çünki zibil kimi oynamışıq, amma qalib gəlmişik. Bir. İkincisi də ki, Kral Kubokunda oynamırıq ki, yəni əlavə bir oyunlar yoxdur. Üçüncüsü də ki, Atletico ilə daha görüşməyəcəkdi. Maksimum dəfə çempionatda ifşa. Əslində onlar Real 8-də 1-də çempionlar qasılar Atletico ilə düşdülər. Tək həmişə Nasrədə yaxşı olsun. Çox sağ ol. Öpürəm səni. Sadəcə bir sualım var. Novruz, məqsədin nədir bura gəlməklə bu podcast? Biz çağırmamışdıq, amma sən gəldin. Biz ilk növbədə səni çağırmamışıq. Bura sən burada nə gəzirsən? Qardaş, yasamalda qaz yoxdur. Bilmədim dərdimi ara deyim, gəldim burada. Fikir ver, atributikasız zatsız. Elə bir çöldən gətirmişdi. Prosta oturub da burada mırta. Deyəsən burada desən La Liga hakimləri təmsil edirsən. Abdullah mırt tutmağa gəlmişəm. Niyə indi Abdullah başa düşmürəm. Çünki buraxılışlarınıza baxdım. Köhnə buraxılışlarınıza. Mənə danışanda mənə baxma. Çalış çox kameraya bax. Yox, mən bir sənəcə hər tərəfə çatdırıram. Kamera adamı deyil də, öyrəşməyib baxır. Mən çıxışlarınıza baxdım, gördüm ki, həqiqətən sən yaxşı danışsan, amma Abdulun qərəzli mövqeləri çoxdur. Abdul dəfələrlə səni alçaltmağa çalışıb. Əstəğfurullah. Bəli. Mən bu gün sənin vəkilin olaraq burada çıxış edirəm. Mən vəkilim kim olacaq? Sən niyə görə gələn buraxılışda da sənin vəkilin? Nə Fərman zənginə gəlsin. Fərman, mən burada təşkillər qaqa. Zarafat deyildir axı. 3 gün ara ilə 5-0 utduğun komandaya necə 1-0 uduzarsan evində? Atletico deyirsən. Öyrəşməlisən qardaşım. Yəni bu normal bir haldır. Özdə bilirsən də Anthony Goat'da iş başında. Yaxşı istəsən elə vaxt bilmədən ilk öncə ona başla çünki oyunumuza məncə elə ilk oyunumuz Barcelona Mallorca oyunu olsa yaxşı olar. Əgər biz La Liga haqqında danışırsa, məqsədə yönlü olaraq ki, düzdür, Valencia, Real, Barcelona, Mallorca maçlarını müzakirə edək. Amma turnir cədvəli cəhətdən bir vacib bir məqam oldu, bir hadisə oldu. Atletico çempionluq yarışında demək olar ki, rəsmi şəkildə əlini üzdü, necə deyərlər. Riyazi olaraq şansı olsa da, amma çox çətindir də. Yəni Atletico'nun çempion olması üçün Barcelona uduzmalıdır, Real uduzmalıdır. Bayram nurlu kişi olmalıdır. Yəni bəzi nüanslar var ki, o qəşəng sual vermişdin kadr arxasında. Yəni 5-0 utduğun komanda öz səfərdə necə gəlib 3 gün sonra evdə uduzasan. Bəlkə Atletico xəbəri yox idi. Bəlkə Atletico elə bilirdi ki, 4-1 Çempionlar Liqasında ev səfər maçlarda. Onun səfərdə sizcə oyun satılır. Perez satıb. Perez Atletico satıb. Hər şey Perez'i satılır. Sonra bir də bütün buraxıcı olacaq zaten. Yox, bəlkə hər şey cəhənnəm, hər şey cəhənnəm. 2-3 gündən sonra onlarla oynayırıq. Atletico oynayırsınız. Fikirləriniz də bu arada. Qanım qaralıb. Nəyə məndə qan qaralıb? Yəni qorxum yoxdur. Yəni biz heç kimdən qorxmuruq belə. Məsələn, Madridin ağı da, qırmızısı da, yəni bizə onsuz da hal-hazırda, yəni o deyil. Yəni bacarmırsınız bizdən. Amma yorurlar da bizi brat. Çox yorurlar da. Zordur da brat, yorsunlar da. Elə futbol olar ala. Harambolun yəni dibidir brat. Brat Flick'in o əfsanəvi divarı var idi 2025 kuboklar ki, hansı udmalı potensial olaraq. Siz o yol gedirsiniz. O yolda gedin də. O yolu gedən komanda brat Atletico, Albacete zart baxmamalıdır. Bütün yarışlarda iştirak eləməlidir. Amma əmin ola bilərsiniz ki, Atletico mazgimizi xarab eləyəcək də konkret olaraq. Maraqlısı da bilirsiniz nədir dostlar? Maraqlısı odur ki, biz nə vaxt ki Atletico ilə oyundan qabaq rahat oluruq. Bu şəxsi təcrübəmdə həmin, yəni rahat oluruq ki, udacağıq sastavlar, Fəridiyə falan beşməşən, həmin oyunda bizi çapırlar. Amma nə vaxt ki stres içində oluruq ki, Atletico-dur çatmaz, rahat keçsinlər. Mən də inanıram ki, bu da rahat olacaq. Atletico'nun axırıncı dəfə bizə harda çapıb, nə mənə deyə bilərsən? Qardaşım 4-4-lü tərəddüdlər də. Harda tərəddüdlər bizə. Atletico həmin oyunda Atletico'nu döyürdü. Prosta axırda quşlamasaydı, Konde orada sürüşməsəydi aparırdı. Qardaşım nənəmin olmasaydı baba deyərdim məsələ döndərmədə. Başqa şeydir. Faktiki olaraq, yəni stres yaşatdı bizə. Stres yaşadıq da. Stres yaşadıq. Yəni Charlotte vakası, Charlotte case oldu. Başa düşürəm, qardaşım, tərlətmək başqa şeydir. İndi biri var ki, komanda yaxşı oynayır. Sən dominant futbol oynayırsan, döyürsən, axırda gəlib öz quşlamağına görə uduzursan və yaxud bərabərliyə qalırsan. Nəticə mən dediyimə gəlir. Son oyunlarda, son bəlkə 7-8 oyunda Atletico Barsa'ya qarşı heç nə eləyə bilməyib. Sadəcə olaraq Barsa'nın öz o
uyumsuzluğuna görə məğlub olub. Mən Və sizi heç yaxud başa düşmürəm. Yəni sizin yerinizdə olsaydı mən başqa ifadələr işlədərdim. Atletico konkret sizin soskanızdır bura. Ay sağ ol. Konkret Mən olaraq o demək Atletico istəyirəm. Ay Barcelona sağ ol. loxudur. Mən o demək istəyirəm. Nə- Qoydub deyir ki, şeydir. Bütün Atletico'da mövzularda problem fikir vardı. verin, açın, inanmırsınızsa mənim sözümə. Elə bilirsiniz ki, mən prosta Atletico hateriyəm deyər bunu deyirəm. Atletico Pajizində bir dənə işi var ki, mövsümdə 2 dəfə Real tələtmək, əziyyət çəksin. Uddu-uduzdu fərqi yoxdur. Prosta Real nəyinəsə keçsin, ya oyunçusuz zədələnsin, ya o xal etsin, ya məğlub olsun və s. Hətta Espanyol sizə qarşı necədir? Espanyol bizə Atletico'da qarşı bizə- o ola bilməz də, çünki Espanyol statusu deyir, amma Atletico faktiki olaraq sizə Espanyol həm də sastav olaraq Atletico qədər belə Atletico boy sizin deyil. qabağınızda elə bir özdə həftə Amma olmuş ki, faktiki 2-3 olaraq Real'ın oyunda oynamır. Kim? Espanyol. Məzələsən. Vallahi. Espanyol keçən Yaxşı, il canım qardaşım. verdi Real'ın Mən oyunda. sən nədən məntiq görmürəm. Espanyol heç vaxt faktiki olaraq indi son nə bilim 70 ildə Realın və Barcelona faktiki rəqibi olmayıbdı turnir Ay, cədvəlində. sağ ol, Amma sən Atletico çempionluq uğrunda, nəsə Çempionlar Liqasında yer uğrunda, Bir nəyisə məqsədi- uğrunda, məqsədi hə, var da. yəni bir Mən məqsədi xal var da. vermək uğrunda deyirəm. Ya, Uğrunda. Espanyol- Xal vermə məsələsi demərəm, amma prinsipial deyil Barcelona qarşı. Nə qədər O desələr söz ki, yoxdur, əlbəttə ki, əlbəttə. prinsipial. Prinsipial- Espanyol keçən il Real'la necə oynayırdı? Hətta orada qırmızı Espanyol vərəqə bir söhbəti vardı. vurmuşdu, 5 vurdu. Kylian Mbappé'nin O qırmızı məsələsi. vərəqə almalı olan oyuncu gəldi Getdi qol qol vurdu. vurdu. Yəni həmin oyunda yəni Espanyol yəni Amma Espanyolun yerində, yəni Yəni o Celta da statüsü ola deyil. bilər, Sociedad da ola Hə, bilər. hə, Bu ortalama bir şeydir Hə, ki, biz amma Atletico- mövsümdə 2-3 dəfə kiməsə uduza bilərik belə. Atletico oyun haqqında qısa onu danışmaq istəyirəm ki, nə mənada çətin oyun olacaq? O cəhətdən yaxşıdır ki, ilk oyun Madriddə olur, ikinci oyun isə Barselonada olacaq. Amma ikinci oyun elə bir qrafikə düşür ki, mart ayının əvvəllərində səhv eləmirəmsə, Bəli. şərhdə 3-5 yaza mart bilərsiniz. tarixləri Hə, arasında o oynanacaq. ərəfədə də Barselona Çempionlar Liqasında Bəli, hal-hazırda görürük ekranda. Çox sağ ol Abdul. 3 martda Barsa oynayacaq öz evində Atletico Madridlə. Cavab maçı. Cavab maçına çıxacaq və 10 mart tarixində ya rəqib ola bilər bu PSG Newcastle. Burada PSG Newcastle niyə qoyublar ki? İndidən öncə bilinir Yəni ki, onlar favoritlər Hə, qeydedilər. okey Əslində də, yəni- PSG, Monaco, Hə, hə. Newcastle, Qarabağ. PSG Monaco Newcastle Qarabağ dördlüsündən bir nəfər gələcək bizim rəqibimiz olacaq. Və o ayın 17-si isə onun Çempionlar Liqasının cavab qarşılaşmasıdır. Və aprelin 5-i La Liga yenidən səhvsiz. Atletico Madridlə qarşılaşacaq. Aşlı La Ligada. Bu da La Liqada. Səfərdə. Yəni 3 oyunumuz Atletico ilə belindədir və bu 3 oyunun hamısında da qalib gəlmək əlbəttə ki, bu sıx qrafiklə məncə bir o qədər də real görsənməzdi. Amma yenə deyirəm, komanda inanır. Ötən mövsüm məsələn Barsa, yəni bu belə sıx qrafikin öhdəsindən gələ bilmişdi. Bundan da məsələn Barsa 5 gün ərzində Real Sevilla Bavariya Real Sevilla Bayernlə oynadı. Amma biz bunu başa düşürük ki, o payızda olur və payızda çox şey həll olunmur. İndi şeydir də, Aprel belə məsələsində gücün tükənən vaxtıdır da. Həm də Məsələ zədəlilər bir var. sən nədir? Burada biz bir dənə o barədə arxayınçılıq yarada bilərik ki, elə Madriddə keçirilən oyunda təmin eləyək. O olsa Sağ oyun heç isə də olsa olar da. Yəni biraz rotasiyaya gedib oynamaq. Önəmli oyun kimi baxmaq. Aha, sağ ol. Hə, o baxımdan elə eləyə bilərik. Məsələn, ötən mövsüm 0-1 qalib gəldi orada, amma birinci oyun 4-4 bitmişdi. Yəni həmin oyunda Barsa ekonomi rejimlə oynamışdı. Doğrudan da Barsa ən ekonomi rejim oynanan biri Atletico idi. haqqında yenə deyə biləcəyim şey indi hal-hazırda Atletico Real'la rəqib deyil mənada yaxın vaxtlarda oynamayacaq. Çox güman ki, elə apreldə, mayda yeni problemli oyunçu, yəni özünə problem yaradan yeni oyunçu var Atletico'da Lukman. İndi o yeni bədbəxtdir, belə deyim, status olaraq. Gələn kimi amma saxlamış olurdu yəni. O hə, Amma burada bəli. hamısı elə eləyir zaten. Biz Bəlkə o gələn kimi La Ligada həftənin 11-liyinə düşdü. Başa düşdümü? 3 turda. Onu Simeone batıracaqsan, orada onsa kreativ oyunçuları oynatmır o adam. necə olur? O gedib kreativ oyunçu tapır, Məhv gətirir. edir. Deyirlər, biz bomba hücuma meyilli futbol oynayacağıq. 3 oyun nəsə alınmadı, qayıdır yenə müdafiə futbolu və Lukman orada məsəl üçün Qardaşım sən itəcək. Lukmanla Zafar bələddir də. Mən 2 il bundan qabaq, 1 il bundan qabaq Lukmanı bilsən necə axtarırdım. Dedim gəlsin. Ağlaya-ağlaya deyirdi ki, Lukman gəlsin, Lukman mən gəlsin. Lukmanla 4-4-2 oynamaq düzgün deyil. Yəni Hə, Lukmanla 4-3 oynamaq Lukmanla lazımdır. 4-3 oynamalısan. Ya 4-2-5-1 oynaya bilər. 4-2-3-1 oynaya bilərsən. 4-3 oynaya bilərsən. Simeone elə bir Hə. individualistdir ki, istənilən məqamı, istənilən sxemi avtobusa çevirə Ay, bilər. sağ ol, hə. O 3-4-4 ilə də oynasa, yenə gəlib onu avtobusa ya çevirəcək. 5-3-2 də oynayırdı bir ara o. Amma Hə. sadəcə Lukman niyə görə dəvət elədim? Mən belə başa düşdüm. Gasperiya vaxtında Atalanta çox fiziki futbola yönəlildi Hə. və məşqlərə hazır idi və dalqabaq da işləməli məcbur idilər, pressing oynayırdılar və Lukman arxaya qaçmağa hazırdı. Sadəcə
onların problemi nədir? Bütün oyunçular arxaya qaçmaqdan öz kreativliyini itirirlər. Çünki hər kəs arxaya qaçırdır. Orada bir dəfə qabaqda qalmaq məsələsi. Kimsə deyir ki, bəs Griezmann həmişə qabaqda olub tarixən orada. Yəni qabaqda tək olub. Ancaq mərkəz xəttində O da bazlayan arxaya qaçıb. Orada qabaqda heç kim olmayıb. Plus kreativ demişkən bizim səbəbimiz var demək ki, Atletico kreativ oyunçuları məhv eləyir. Alvarez hardadır 10 oyundur ki? Alvarez yoxdur. Yadınızda belə bir möhtəşəm oyunçu vardı. Barselonada olmuş. Alvarez hələ də möhtəşəm oyunçudur. Sadəcə olaraq təəssüf ki, Atletico Madrid kimi bir komanda Alvarez'i məhv edir və sistem 7-də onda. Mən hələ də şok içindəyəm ki, Julian Alvarez nəyə görə Atletico Madridi seçdi. Anlayıram City-də o Haalandla mübarizə aparmaq istəmədi. Əslində apara bilərdi və mənə görə Guardiolanın sisteminə daha çox uyğun Alvarez idi, nəinki Haaland. Neymar məsələsidir də, kölgəsində qalmaq istəmədi. Yox, o məsələ deyil məncə. Sırf zamində oturmamaq. Yəni kiminsə kölgə söhbət deyil və düşünürəm ki, bəlkə ən sərfəli təklif və düşünüb ki, özümü göstərə biləcəyim yer oradır. Göstərə bilmirsən axı, sən göstərdin. Atletico Madrid sənin potensialını əlbəttə ki 50-50 aşağı salır. Alvarez yırtıcı nə idi ala? Yırtıcı bir hücumçudur. Yəni onun qol duyumu var, oyun qurma duyumu var. Yəni komandaya oynamağı bacarır və individuallığı da var. Və o elə bir komandaya gəlib ki, bu komanda sırf olaraq bir sistemdir. Robotlardır elə bir ChatGPT ilə yığıblar. Arxa, qabaq bilmirlər nə etmək istəyirlər və bu artıq itdi burada. Ya öz futbolunu görsə də bilmir. Onu bu dəqiqə apar Barselonaya, onu apar Arsenala, apar elə Liverpoolun özünə. Hücuma meyilli komandada o doğrudan da potensialını tam göstərə bilər. Hətta Interdə belə oynayar. O Atletico Madriddə parlayan, brilyant olmaq istəyirdi. Amma əslində Atletico da son 10 oyunda bir gol vurub. Amma bundan əvvəlki məqamlarda harda ki parlayıb, ona görə parlamayıb ki, yaxşı oynayır. Ona görə parlayır ki, komanda da başqa belə bu səviyyədə kreativ oyunçu yoxdur. Amma məsələnin bir tərəfi də var ki, Abdul, biz background-u bilmirik də, official olaraq bilmirik ki, ona hansı klublar təklif göndərib. Bəlkə də yetimin əlində olan bu idi. Yəni sırf Atletico'dan təklif var idi, Real təklif. Biz yalnız o klubları nəzərə ala bilərik. Hansı ki 100 milyon verməyə hazırdılar. Çünki mən bilən Atletico prezidenti dedi ki 100 milyondan aşağı buraxmaram Alvarez'i. Bu yakayla bəlkə kimsə verməyib. 100 milyon da verə biləcək o komanda 3-4 dənədir. Yəni bunu Real verə bilər, amma Real inanmıram ki Alvarez istəsin. PSG verə bilər 100 milyonu. City təzədən qaytarmaz. Bavariya heç vaxt verməz. Bavariya 100 milyon, hədə. Bavariya indiki Bavariya verər. Yox, niyə də yox? Dostu kimi yerinə hücum belə oyunçular çoxdur. Sonra çoxdan çıxıblar. Yəni Kane-ə o pulu verdilər, nə bilim. Kimi gətirdilər sonra? Kane özünü isbat eləmiş bu oyunçuydu da, brat. Alvarez amma Avropaya gəldi, City-də bir çox zaman qaldı. Alvarez isbat lazımdır. Alvarezin məncə böyük komandalarda görməliyik. Mən düşünürəm. Qardaşım, adam Argentinanı Messi-lə tək daşıdı. Qazanmadığı titul qalmadı. City-ilə məsələdir, tək daşımayıb da. Yox, tək daşımayıb söhbət deyil. Alvarez demədim təkdə. Alvarez Messi-ilə ən önəmli fiquru hücumda. Sən bu dəqiqə Dünya çempionatından sonra. Dünya çempionatında Lautaro sastava düşmürdü. Əsasən Alvarez idi. Amma məsələn bir tərəfi də var ki, sənin 100-13 sayarım ki, millidə Vaudu klubda heç nə eləyəm. Qardaşım, Alvarez klubda da va olub da, qardaşım. Bildim də oynadığı klubun dərəcəsinə bax. City-də pis idi bəyəm. Pis deyildi, amma City-də biz onun davamlılığını görməmişik. Haalanda görə görənmədik də. Gələk ona klubda görək ki, elə bir klubda görək ki, Alvarez var, brat. Alvarez bu dəqiqə, yəni Barsa da olsa, yəni ən yaxşı top 300 hücumçudan biri olacaq. Mən ona and verirəm. Yəni hər şey deyirəm. PSG-də məsələ çox partladı. PSG-də partladı. Sadəcə bu PSG, məsələn Barselona getməsi daha məntiqli yönüdür. Çünki Barselona lazımdır. oyunçular. PSG-də var oyunçular, Bavariyada hücumda oyunçular var. Yəni onlar okey də, bir dənə də oyunçu okey. Amma Barselona bu hava su kimi lazımdır. Mən sizə razıyam. Nəzərə alsaq ki, biz bir anda ki Real almaz Alvarez'i. Alvarez Reala uyğun da deyil məncə. Heç uyğun da deyil, kiməsə görə, yəni subyektiv fikirləşək də, kiməsə görə vəbşə almaz, amma madəm ki Realla danışırıq, transferlər danışırıq, Perezin Pedro planı haqqında nə fikirləşirsiniz? Bəzi mənbələr bildirir ki, Perez ikinci FIFA məsələsini açmaq istəyir. Burada sırf və burada 2 dənə qatı Barcelona keş var mənim bağlı ki. Budur sən. Bir də ölü var, hansı ki indi hal-hazırda Pedro haqqında heç düşünmür belə və düz deyil. Əslində mən bir dənə mövzu açacaqdım. Reminder kimiyəm də mən burada heç ağlıma gəlir. Mən istəyirəm Fuada sual verim ki, Real Madriddən hansı oyunçusan o mövzuya gətirəcəkdim hələ söhbəti. Ki Realdan hansı oyunçusan istəyirsən? Mən özüm cavab vermək istəyirəm ona, amma ilk olaraq Fuada eşitmək istəyirəm. Bir dənə oyunçu istəyirəm. Ya bu. Əslində iki seçimim var. Mənim iki seçimim var əslində. Hətta biri Kylian Mbappé'dir, bir nömrəli seçimim. Ya onu sayma. Deyək ki, biz Julian Alvarez'i almışıq.
Julian bizdədir. Niyə ki? Bəlkə sən desən ki, bir oyunçu, sən hücum Realdan bir dənə oyunçu yoxdur. Laporta deyir ki, Demək, belə Mbappé sayıları Real olmayan oyunçu deyil. pulları. Pul bizdədir. Biz Alvarez almışıq da. Kimi Okey, deyən başqa. yaxşı, Bellingham, Jude Bellingham. Məsələn mən Jude Bellinghamdan Pedri bir sən nə edir? Allah haqqı Hə. 10 il embargo Razıyam. qoyar da futbola. 10 Razıyam. il embargo qoyar Birlikdə yarım müdafiəyə. Birlikdə hə. Birlikdə. razıyam. birlikdə deyəndə ki, belə baxanda İngiltərə millisində də Bellinghamın sağı solu pis deyil, amma Sağa Yo, sola yo, yo, hansı yo, 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 ağıllı Pedri, oyunçu var Pedri. onun yanında. Pedri kimi oyunçu ilə oynamır o. Pedri kimi oyunçu ilə oynamır. Yəni yox Pedri ilə oynamır sözü. Hansı Pedri- tempi idarə edən yan müdafiəçi var Pedri, Bellinghamın yanında? Vitinha, Heç bir. Pedri, Vitinha, Bellingham üçlüsü qur. Vəsə da yəni elə bir ki Iniesta, Xavi, get dünya çempionatına götür də. Bellingham necə oynadı ilk mövsüdə Kroos'un yanında? Ay, son. İt kimi. Şey. Kroos Ya, Modric'in yanında Ped- partladırdı. Pedri, Bellingham Kroos ikisi də partladırdı. kreativ şikdir. Biri qabaqda, biri arxada. Bir sən nə edir? Keçən yay söhbətlər çıxmışdı ki, Barcelona Rodrigo'nu ala bilər. Onu sıxırdım səbirsizliklə ki, Rodrigo çox Figo'nun möhtəşəm qisasını oyunçudur. alaq. Çox möhtəşəm oyunçudur. Bəli. Özü Amma solda. dəyər görmür də sizdə bunu. Kanka qəbul edin. həm Son azarkeşlər oyunlarda ola bilər, şans verirlər, amma yenə də dəyər görmür. azarkeşlər tərəfindən heç vaxt dəyərləndirilmir. Onda var da var. Vinicius deyirlər daha parlaq oyunçudur. Halbuki mən onun parlaqlığını Rodrigo'dan yaxşı olmasının bərabər deyil mənə görə. Yəni parlaq. Bitiricilikdə məncə Rodrigo, yəni Rodrigo bitiricilikdə, oyun komanda oyunu oynamaqda, istərlər meydanı oxumaqda hətta istərlər deyərdim. strukturlu məşqçi Guardiola'dır, Arteta'dır. Hamısı həmişə Vinicius yox, Rodrigo'nu tərifləyirlər. Çünki biz gol tərəfinə baxırıq. Halbuki Vinicius haqqında gol tərəfini demək biraz düzgün deyil. Adam 20 oyundan bir gol vurur, amma Luboy strukturlu məşqçi deyir ki, mən struktur üçün Rodrigo'nu istəyərdim və Rodrigo həqiqətən möhtəşəm oyunçudur. Amma Amma biz Prosta belə bir götürsəydik şey var. sizdən Siz görürsünüz söhbət Fransa Pedri'yə Yox, keçmir. sən sual. Nədən mən onu deyəcəm ki, Pedri'yə keçəcək. Öz fikrimi bildir. Mənim ürəyim partlayır haqqında danışmalıyam. Davay. Reminder soxdu öz söhbətim. Reminder elədi, amma başqa bir şey var. Yox, mən reminder elədim ki, yəni Çaşmayın istəyərdim da ki, belə. sizdən Figo'nun qisasını alaq da, yəni Rodrigo. Sən qorx ki, ikinci Figo olmasın. Pedri- Sən qalmışdı 2000 Figo. Pedri, Yəni Pedri haqqında onu Reala danışaq. getsə qulağımı kəsir. Kəs. Yox, Pedri'dən onu Pedri'dən onu gözləmirəm, düzün desəm. Pedri də məncə o xarakter sahibi deyil. Braziliyalı deyil ki. Yəni Figo Braziliyalı idi. Yox, O da Avropa Braziliyalı. Portuqalda yəni qanı Braziliyalı Hə, daha adamdan ona heç, amma Məncə nəysə. tərsinə də Braziliyanın qanı Portuqal. Karachi Pedri'dən belə bir şey gözləmirəm, hərəkət gözləmirəm. Ən azından Barcelonanın yanında olub çətin anlarında. Baxmayaraq ki, Barça akademiyasının oyunçusu deyil, La Masia yetirməsi deyil. Las Palmasdan gəlib bizə, amma yəni hiss edirəm ki, yəni heç də yəni La Masia uşaqlarından geri qalmır və Barça olan sevgisi onlardan az deyil. Uşaqlar, yasama uşaqlar. Bir dənə nümunə çəkə bilərsən ki, adamın ideal götürdüyü, ya onun idolu Iniesta xarakteri kopya demək olar ki, Pedri. Hə, eyni sakit xarakterli, yəni futbol oynayan adamdır. Həm də bu şayələrdir, mediada işləyən bir şeydir. Əlbəttə ki, Pedrini bu dəqiqə istənilən bir komanda istəyir. Yəni hətta bu doğrudan da belədirsə, Florentino Perez bunu istəyirsə, yəni buna mən demərəm ki, yəni ay yaxı elə şey ola bilməz. Amma Pedri kimi oyunçunu bu dəqiqə hamı istəyir. Aktiyot komandı. Ölərəm. Tək Reala getsin. Razıyam. Daşım ondan da pizzəsini Pedri- sonra geri balondur alırdı. Pedri Reala getsin, amma Atletico Madridə getməsin. Onlar Pedri, razıyam. sən dedin, Ülvi, doğrudan da kopya Iniesta xasiyyətlidir. Bu da Adam keçəldir. bir dənə şey var, futbol. O vaxt Iniesta futboldan başqa viski zavodu var idi, yerdə ora şərab deyirəm. Burası o da pisdir. Pedri'dəki futboldan da çıxır banana aid nə tədbir var, gedir və bilirsən- yəni adam bildi. Niyə banan? Çünki banan yetişdiyi yerdə doğulub da yəni. Aha. Bananın arasında yox, yəni bananası məskəndə Allah yetişir. bunlar da danışır lan. Ben futbol. Yəni, No alversizmo, no alversizmo. Bir dənə belə bir şey deyim. Məsələn, bir də Novruz Ülvi deyir ki, futbolla məşğullar ancaq beyinləri futboldadır. Bu Messiyə də aid idi. Messi ancaq futbolla məşğul idi. Başqa heç nə görmürdü. Amma bu bir tərəfdən pisdir. Məsəl üçün Bellingham'dan danışmaq istəyirəm. İndi bəlkə dəxli. Belə danışmaqsa çox gözəl. Aha, deyə danış. Qaraca Jude Bellingham haqqında Baba şeydir, danışmaq ay, istəyirəm. Ala bir dəqiqə basın da la. Amma aslında demək istəyir ki, Bellingham'dan, mənim şəxsi Bellingham'dan danışmaq istəyirəm. Nəysə, Bellinghamdan danışmaq istəyirəm. Bellinghamda elə bir aura var ki, futboldan əlavə olaraq belə bir liderlik xüsusiyyəti var. Baxırsan ki, bir aurası, xarizması var da və bu dəqiqə gələcəkdə də qızıl topa namizəd oyunçulardan biridir. Amma göstərə bilir liderliyini sən. Göstərir. Bellinghamda o var. Bellinghamda liderlik xasiyyəti var. Prosta elə təzə gəlib Reala tam olaraq onu aça bilmir. Məsələn, Pedri'də də biraz elə bir şeylər olsa, Bellinghamın biraz o aurası, biraz onun o belə Biraz xarakteri olsa, yəni çox yumşaqdılar. Barsan Əslində əksləri bir-birinə. Biri egoistli, biri çox sadə. o egoizmi qoyuram bir qırağa. O Bellinghamın egoizmi dəhşət pik səviyyədədir. O başqa məsələ. Amma adamın belə aurası var, qəribə belə o Zidane aurası verir mənə. Bilmirəm niyə.
Yəni onu Zidana oxşadıram. İndi Xarakterdir. Yəni o mənada Belə egoist deyil ki, yəni azam mən azam mən. ruhlu xarakteri var. Ötürməyə meyillidir. İndi oyunun qoyuram bir qırağa formada deyil, nə bilim indi zədəlidir, neynir o başqa məsələ, amma Mən belə baxıram. Deyirəm, Allah mənim rolum nədir burada? Sən də elə bir milli məclisdə 2 dənə deputat mən sən deyə bilərdim. Deputat bələdiyyə seçkiləri. Belə baxıram ki, görüm. Mən rolumu deyə bilərəm, sadəcə o köhnə zarafatı, Honda-nın emblemi zarafatı var. Nəysə, buyur. Buyur Fuad. yadıma düşər. Buyur Fuad. Ya. Qaroçe Pedri'nin Reala getməsi məncə fuflu söhbətdir. Mən buna inanmıram. Amma yəni çox oturar da. Yəni oturmağına heç söhbət olmadı. Yəni mən ora girmək istəmirəm. Siyasi məsələlərdə indi birisi Florentino Perez son illərdə o qədər də güclü deyil. Ümumiyyətlə Pedri'nin Barcelonadan getməyi flo söhbət. Yəni bunu bir aşağı bir 5 il yadınızdan çıxardı. Məncə bu söhbətin podkastı. Yox, mən onun ehtimalını danışmıram ki, olacaq yoxsa. Barcelona'dan getməsi, yaşanan futbol dünyasında hər şey. Yəni Brad Messi'nin getməsinin səbəbləri var idi. Mən də ehtimal polibom var. Bu gündən sabaha ehtimal yoxdur ki, nə olacaq. Yəni deyirəm ki, yəni realistik olsaq, indiki situasiyada Pedri'nin Barcelonadan getmək ehtimalı sənin hamilə qalmaq ehtimalı bərabərdir. Yəni ola bilər. Hər şey ola bilər. Yox, mən ehtimal cəhətdən bunu müzakirə etmək istəmirəm, çünki bilmirik nə olacaq, nə olmayacaq. Mən onun futbol cəhətdən müzakirəsini aparıram ki, Pedri olsun və yaxud da Vitinha olsun. Yəni sən normal komanda qurmaq istəyirsənsə, əgər sənin ya güclü yan müdafiən olmalıdır, ya da ki strukturlu futbol. Nəzərə alsaq ki, Realın hal-hazırda tempi idarə etməyə cəhətdən güclü yan müdafiəsi yoxdur. Pedri tipli oyunçu ora %100 oturardı. Və Jude Bellingham deyirsən, Jude Bellingham'in, Arda Gülərin və başqa yan müdafiəçilərində potensialı 1-ə 5 qalxar. Çünki onlar cross kimi oyunçunun yanında işləyiblər, oynayıblar və hal-hazırda lazımdır. Ona görə də uşaqlar həmişə Pedri'nin yəni ehtimalı var ki, Real'a gəlsin. Gördüm mən sənə demə ehtimal var. Yəni belə bir ehtimal varsa, deməli belə hamilə qalmaq ehtimalındansa Pedri getsin. Mən Bespantovuyam. Görməmişdik Fuadla videomuzda TikTokda paylaşmışlar. Əcə ilə sağlaşdım Fuadla. Yəni mən Bespantovuyam, mənim vecmədir. Uşaqlar doğrudan da Pedri, Vitinha bunlar elə tip oyunçulardır ki, bunlar hər bir klubun istəyə biləcəyi bir oyunçulardır. Yəni bir balaca bu sözündən istifadə edərək, sözümü davamını gətirərək mən buradan Florentino Perez və onun skautlarına salam göndərmək istəyirəm. 25 milyona Borussia Dortmund Erling Haaland'ı aldı RB Salzburg'dan. 5 milyona Barcelona Las Palmas'dan da Pedri'ni aldı. 40 milyona PSG Sporting'də ya Porto'da ya da Vitinha'nı aldı. Amma biz 60 milyona Mastanton'u aldıq. Yəni qardaşım sən pisləri deyirsən amma yaxşıları demirsən. Dəva yaxşılarını deyir. Vinicius Rodrigo. Vinicius Rodrigo neçə il çöplətdilər Realda. Qoşum yetişdilər qədər. Nə qədər Real əziyyət çəkdi, nə qədər Real məğlubiyyət yaşadı ki, axırda Vinicius Rodrigo ortaya çıxdı. Qardaşım o gələcəyə yatırılan bir investisiya idi ki, yəni Rodrigo ilə Vinicius proyektdə uğurlu oldu. Məsələ deyim sən Pedri nə deyirsən? Pedri deyirəm, Rodrigo uğurlu oldu. Yetim zamanında çürüyür. Vitinha ikinci mövsümdə PSG-də partladırdı. İkinci mövsümdə sadəcə Çempionlar Liqasını qazananda gözü düşdü. Vitinha Wolverhamptondan gəldi PSG-yə. Heç kim deyirdi, heç kim inanmırdı ki, gəlib orada top klass yarım müdafiəçi olacaq. Birinci mövsümü biraz qalxdı, ikinci mövsümü partlatdı, va oldu. İndi də stabil. Uzaq görənliyi mən sən Novruz eləməli deyil ki, uzaq görənliyi mən də skautu fırladıram ki, sən hansı oyunçuları bura dəvət edin. Məsələn, Kamavinga tipli oyunçular. Kamavinga tipli oyunçular nə üçün lazım idi? Əfsanələrin yanında, qocaların yanında, Pateşkada, yəni Kroos'un yanında, Modric'in yanında, Benzema'nın yanında. Onlarla birlikdə getdilər, 2 dəfə Çempionlar Liqası qazandılar. Amma faktiki Benzema, Kroos, Modric gedəndən sonra hardadır bu oyunçular indi? Hərəsi özündən bir şey uydurur. Kamavinga da gəlir Mbappé deyir ki, sənin Çempionlar Liqasın yoxdur. Mənim 2 dəfə Çempionlar Liqasım var da. Mbappé demişsən, desən Mbappé'nin Real azarkeşləri çox sıxır. Amma yəni adam hər oyun partladır da qardaşım. Qolu var, asisti var. Hətta Valencia'da qolların çoxu penaltidən. Burada biraz Barcelona damarını tutacaq. İndi hal-hazırda möhtəşəm bir şey görürsünüz qabağınızda. Realda Mbappé'nin oyunu və Kane'in müqayisəsi. İkisi də 8 dəfə penalti vurublar çempionatlarında. Amma hal-hazırda Kane deyirlər ki, möhtəşəm bir universaldır. Kane əfsanədir. Zordur. Elə bəziləri deyirəm də. Sən əgər deyirsən ki, sən Mbappé penalti şotlar, yarısı penalları, qolları penaldır. Sənin futbol anlayışı nə bilim, mən çox böyük sanıyorum. Mən Murat birazdan şey söhbətinə girəcəm. Barcelona'ya ki, Real qazanır. Yaxşı. Zarafata qoyaq bir yana. Elə bir oyunçudur ki, bax Valencia'nın oyun. Bir şey ortada yox idi, alınmırdı. Cinahlar yox idi. Rodrigo, Vinicius biri sarı kartda, biri zədəli. Jude Bellingham temp vermirdi çünki o da zədəlidir. Mbappé demək olar ki, bu 4-lükdən 5-lükdən tək qalmışdı. Amma yenə də gəlib qolunu vurdu da. Nə o hara fırladırsan fırlad, bu öz qolunu vurur bu adam və belə bir oyunçunun klubda istəməmək
xoşlamamaq və ona aid olmayan bəzi şeylərdə günahlandırmaq düzgün deyil. Deyirlər ki, Bappa gəldi və komanda sistemi öldü. Niyə görə heç kim demir ki, Bappa gəldiyi yerdə Kroos getdi, amma heç kim yan müdafiə heç kimi almadı? Niyə demirlər ki, Vinicius klubda saxlanıldı? Halbuki Vinicius etdiyi hərəkətlərinə görə baxmayaraq ki, 2 dəfə Çempionlar Liqası qazandı. Çoxdan klubdan uzaqlaşdırmalıdır. Ən azından Flick kimi məşqçi olsaydı Realda, El Clasico'da Vinicius etdiyi hərəkətlərdən sonra qovardı. Ya qovardı, 3-4 oyunluq deyə cəza verdi. Heç də yaşanmayan bir futbolçu. Valencia ilə oyunda Vinicius'un yoxluğu bilindi, yoxsa yox? Vinicius'un yoxluğu nə cəhətdən bilindi? Cinahlardan hücum etmirdi. Real isə öyrəşib cinahlardan hücum etmək. Valencia'da zaşnikləri kef edirdi. Məcbur şəkildə mərkəzdən elirdi. Çünki demək olar ki 4-4-2 oynadıq, demək olar ki. Çünki qabaqda Gonzalo və Bappa idi. Ortadan isə getmək ən çətin işdir. Xüsusən də avtobus oynayan, 5 müdafiəçi ilə oynayan komandaya qarşı. Mbappe'nin birinci El Clasico'su qəşəng alınmışdı ya. 65-dən offside düşmüşdü ya elə. Amma qəşəng oynamışdı. Vallahi ciddi deyirəm. O El Clasico'nun birinci tayımından sonra mən dedim ki, Real 3-0 udacaq. O El Clasico'nun birinci tayımı bir də yadınıza salın ki, Real həqiqətən möhtəşəm idi. Offside məsələsini qoyan qırağa o Flick'in belə deyim də möcüzəsi idi. Amma faktikaya Real, yəni Mbappe'dən onda çəkinmişdim. Yəni o Real'a gələndə mən demək oyuncu da inanmıram olmasın. Amma ilk oyunu idi ki, mən dedim ki, hə bu təhlükədir. Son El Clasico 6 El Clasico'nun 5-də Real uduzub. Amma demək olar ki, bütün El Clasico'larda Mbappe 1, 2, 3 gol vurub Barcelona. Hat-trick elədiyi də olub. Bu oyunlarda bəlkə də bir 6-7 gol var. Halbuki yarısından çoxsunu Real uduzub, yəni faktiki olaraq. Adam ildə 60 gol vurur. Adam hal-hazırda yanvarın qutarır, fevral başlayıb da artıq 40 neçəsi gol var. Prosta mənə elə gəlir ki, bəyənməmək və Kane-lə hətta sözü bana kəsiləm. Mən Kane Tottenham'da, Mbappe PSG-də olan vaxtı belə Mbappe'dən daha üstün tuturdum. Nəyə görə? Çox adam Kane'in o arxaya gedib pas verməsini var ha. Onun yəni universallığını necə deyim sənə? Wow bir şey kimi qələmə verir. Wow bir şey kimi qələmə verir ki, o nəyisə bahasına onu eləyir də. Onun sürəti o qədər güclü deyil, o bununla kompensasiya edir. Amma Mbappe'yə sürət kompensasiya etməyə ehtiyac yoxdur. Plus da ki, o Kane kimi getsin arxadan pas versin deyə. Kane kimi o pasları verir. Formada olan Alise, formada olan indi zədədən qayıdan Musiala, formada olan o Luis Diaz. Mbappe arxaya keçib yan müdafiəyə düşəndə oyun vaxtı kimi ötürməyi verəcək. 20 oyundan bir gol vuran Vinicius'a ya da ki vəziyyəti bilinməyən Rodrigo'ya və ya formsuzluq yaşayan Jude Bellingham'a ki nə istəyir o azarkeşdə Mbappe'dən və niyə görə ona aid olmayan şeylər ki onu günahlandırır mən başa düşürəm. Mən belə fikrim var ki, yəni sən üzr istəyirəm. Sözü bana kəstirəm. Hal-hazırda Kylian Mbappe 25-26 mövsümü Real'da olmasa, komanda Atletico'nun və Real'ın ətrafında belə fıralar 3-də, 4-də, 5-də Çempionlar Liqasında da 20-ci yerdən çıxar play-offa. Rahat deyə bilərsən. Belə deyim, məncə indi hal-hazırda Real azarkeşlərinin Mbappe'yə olan aqressiyası sırf olaraq oyuna görə yox, sırf olaraq komandada toksik bir atmosferin yaradılmasına görədir. Elə bilirlər ki, Mbappe gəlib və Vinicius'dan artıq iki qoçun birbaşa qazan söhbətidir də. Artıq toksik bir münasibət var və komandada gol vurur. Yəni individual olaraq Mbappe öz gücünü göstərir, yükün qoyur ortaya. Amma nəticə olaraq Real Madrid o deyil. Yəni bəziləri düşünür ki, sırf olaraq bu özünə işləyir. Yəni bunun qol vurması bütün problemlərin səbəbi kimi göstərirlər. Hətta problemlər okey, sən nəticə verirsən, sənin nəsə bir rezultatın var. Amma sırf olaraq sənin burada varlığın mənfi olaraq komandaya pis təsir edir. Mən də bir reminder kimi. Amma bir reminder mikrofonu da yəni. Boşa deyirsən, burada deyirsən. Amma mənim işimdə xahiş edirəm, mənim işimə qarışma. Ciddi sualım var. Bir Madridista kimi bilmək istəyirəm ki, sən Madridistasan Allah. Yox da onu da deyirəm. Bir Madridista kimi bir fikri və bilmək istəyirəm. Abdul, Realda nə baş verir? Uydu. Oradan başlayır. Yox. Qısa dinlə. Yəni azarkeşlərindən soruşursan, yəni bir Madridista ilə söhbət edirsən. Biri deyir Bellingham DNK-nı pozdu. Biri deyir Mbappe'nin transferi lazımsız idi. Biri deyir Modric-lə Kroos satıldı, yerinə heç kim alınmadı. Yəni səncə bunların belə deyə də məğzi tam olaraq nədir? Realda nizam-intizamsızlıq hökm sürür. Realda prosesi gedir. Perez qocalıb. Məsələn, istəri ki, taktika versin. Kimdə? Perez gözündə. Nə baş verir Realda? Açığı mən sənə deyim ki, kimsə sənə Madridistalardan da, Real azarkeşlərindən və deyir ki, mən köhnə azarkeşəm də, bir səbəb gətirirsə Realın problemlərindən, məncə o Realı həqiqətən dərindən bilmir. Çünki sən dediyin o bütün səbəblər var, hətta
söhbəti belə. Yəni bütün bu səbəblərin kompleksi Realın hal-hazırdakı vəziyyətini göstərir. Çünki Realın problemləri keçən mövsümün əvvəlində başlamayıb. Realın problemi 4 il bundan qabaq başlayıb, 5 il bundan qabaq koronavirusdan sonra. Halbuki hardakı Real başladı o. 100% vaksin olmayıb. Yox, hardakı deyirlər ki, ay sağ ol. Hardakı deyirlər ya bəs ya Barcelona vurur. Real qış transferləri eləmir. Baba Dalvin da gedir ancaq Fransadan oyunçu alır, gedir ancaq Braziliyadan oyunçu gətirək. Portuqaliya bazarına girməyə, halbuki hal-hazırda yığmalar arasında ən istedadlı yığma bəlkə də Portuqaliyadır. Çünki bir çox mövqeyində istedadlı oyunçular var. Amma dünya çempionatında heç eləməyəcəklər, mən sənə deyirəm. Mən bu söhbətin çox müzakirəsini aparmışam. O mövzu uzun mövzudur. Mən ora girişməyək. Ya girişməyək. Sadəcə girişdiyi mövzu çox uzundur, Realın problemi mövzuları. Sən dediyin mövzunu isə mən sənə Luboy bir podkastda hazıram bir 30-40 dəqiqə cırışım ki, Portuqaliya həqiqətən dünya çempionu olmağa hazırdır. Ronaldo'suz amma. Ronaldo ilə Ronaldo fərqi yoxdur. Yox. Ronaldo əlbəttə ki, əlbəttə Ronaldo. Baxın hazır oldu da. Həvəsli olmayacaq brat. O hal-hazırda Ronaldo əgər lider olaraq hücumda olacaqsa, o Portuqaliyadan çox şey gözləmir. Mən Portuqaliyadan sənə bax qorxuram. 2030-da. Çünki oyunçular bir-birini tanımazlar. Son Avropa çempionu olaraq biz heç kimdən qorxmuruq və Vamos Espanya. Vamos Argentina. Son Avropa çempionu olaraq biz heç kimdən qorxmuruq. Elə bildim deyəcək ki, Azərbaycan Avropa çempionudur və futzala fırladacaq. Sonra deyir ki, İspaniya. Yox, hər şey, mini futbol var belə şey. Mikrorayonda qalır Vamos Kataloniya deyir. Bizimkilər deyir İspanlıları nəzərdə tutur. Yəni normal bir şeydir. Mental olaraq oradaydı. Onlar yəni biz doğrudan yəni sözdə yəni diqqət yetirək sualına. Demək ki, qırıldı. Realda nə baş verir? Realda o baş verir ki, lazımi vaxtda, lazımi mövqelərdə transfer olunmaması, azad agent dalınca qaçmaları, cross modus məsələsi dedin, onun vaxtında əvəz olunmaması, qış transfer pəncərəsində transfer etməyə kimi tipli məqamlar, gedək öz klubumuzu düşünək yerinə, gedim Barcelona'nın problemlərini həll edeyim, ya da gedim Super Liqanı yaratmağa çalışım, ya da gedim Çempionlar Liqasında UEFA ilə FIFA ilə dirəşim kimi məqamlar. Yəni sözümün açıq ondandır problem, ondan ibarətdir ki, Luboy, yəni balığın başı, ay sağ. Balıq başdan yiyir. Başdan yəni yürür. Perez getməlidir. Florentino Perez ya mən də olsa istəsəm də getməz, amma düzəlməlidir. Başlamalıdır pul xərcləməyə. Mən də dərindən getmək istəmirəm ki, Realın pulu var, pulu yoxdur, amma Real fərz elə ki, sağ cinahında Brahim Diaz'ın var, Rodrigo'nun var və Endrick indi Lyon'da görürük ki, sağ cinahda oynaya bilər və plus Invincible Winger'dir. Yəni sağda sol ayaqlı kimi oynaya bilər. Amma sən gedib Mastantonu alırsan və bəzi mənbələrə görə və yaxşı mənbələr deyirlər ki, nə var, PSG onu almasın deyən. Bəs PSG məsələn gəlib Vitinyanı almaq istəyən, niyə dirəşmədin? Mənə mal da Mendişi almaq istəyən, Nuno Mendişi alanda niyə dirəşmədin? Öz vaxtında hakimini buraxdın, hakimini bayında partladır. Yetirməsiydi komandanı. Hal-hazırda nə Trent Alexander-Arnold komandada olardı, nə başqa oyunçular Valverde orada oynayardı, nə Dani Carvajal'ın dərdini çəkərdi. Dani Carvajal narahatdır ki, meydana çıxmır. Hakimin bütün problemləri bağlayır. O qədər dərindən deyəcəyim problem var və niyəsə görə bu məsələni gəlib fırladılar məsəl üçün. Baxma gəldi komandaya. Ya da Vinicius forması. Hətta deyirlər ki, Pintus'a görə oldu. Konkret məşqdə ikinci qüvvə olub. Bir çox adam üçün Pintus əfsanədir nə mənada. Pintus'un vaxtında biz bir çox Çempionlar Liqasını qazanmışıq. Zidane'ın taktikasında işləyirdi ki, məsəl üçün də payızda o qədər də yaxşı nəticə göstərməyək, amma mövsüm bitdikcə pika çataq. O məqamlar var idi, amma hansı oyunçularla? Hansı xarakterdə olan oyunçularda bu komandanın əsası fiziki güclü oyunçular, təcrübəli oyunçular, Pintus'u başa düşən oyunçular. Amma indikilər uşaqlar da söhbət heç uşaqlar getmir. Dərindən baxsan, Real bir çox zədə problemi olan bir problem var. Məsələn, mövsümdə 50 dənə zədə. O sadə problemi belə, nə mənada sadə? İlk öncə gəlib nəyə düzəldərsən? Bir növrəsini qoyarsan da. Bir növrələrə də birin nədir? Bütün oyunçular dəqiqə başı zədələnir. 5 ildə komanda bu problemi həll edə bilmir. İstəyir Pintus'dan, istəyir Pintussuz. Bu yaxları deyirlər ki, Arbeloa gələn kimi Pintus'da qaytarıq. Bəs Florentino Perez'ə şəxsi istəyirdi ki, Pintus qayıdıb. Güya Pintus 2 il bundan qabaq olanda bizim yəni mövsümdə 50 dənə zədəmiz olmamışdı ki, olmuşdu da. Çünki problem daha dərində bu başı batmış Sanitas klinikasındadır. Arada ki, Real'ın bütün oyunçular gelib gəlir o klinikaya. Orada bütün şeylər lazımi iynələrə vurulur onlara və yaxud da başqa diaqnozlar qoyulur, amma ortada bir şey yoxdur. Barsanın iynəsi məsələn olar. Çıxarmışıq ha şey. Barsanın hansı iynəsini deyirsən? Konkret olaraq məsələn hansı iynəsini? 1 olar, 2 olar, 3 olar, 4 olar, 5 2 5 olar, 7 olar, 8 olar, 9 olar, 10 olar, 11-ci ildirsə yenə Çempionlar Liqasını qazana bilməyəcəksiniz. Yəni nə qədər iynəmizə qoyarsan. 12-ci il. Ya. Deyəm.
Yaxşı. Yox, əsas məsələ Bu söhbəti fırlatdın. siz söhbət elədiniz, qardaşım. İndi okey də Realın problemlərini danışdınız. Florentina gəlib çıxartdınız. Sənin Sənin xəbərin xəbərin var var ki, indir kimi. Danış deyəcəm. Danış deyəcəm Deyəcəm. bacım. sizin xəbəriniz var ki, yəni Laporta Perezin Superliqa ideyasından, məsələsindən qarşı əcəb eləyib. cırıb aradan. Əcəb eləyib. Əcəb eləyib. Çünki sən öz vaxtında gəlib, özün problemli pozisiyalarında, Karvaxal cədəli olanda, Militao o çarpaz bağlar məsələsində o problemi həll eləmədim. Getdim məhkəməyə kimi daydarlıq elədin ki, Olmonu, Fermini qeydiyyatdan keçirsinlər. Öz vaxtında nə bilim, Laporta prezident olsun deyən ona kömək elədin, nəsə güya ki, nəsə maliyyə dəstəyi oldu, olmadı bilmirəm. Yəni çox şey hallanır da. Ondan ki, Perez ayaqda saxlamağa çalışır. Maliyyə dəstəyi olmayıb heç bir halda. Hətta Olmon qeydiyyatı məsələsində, Olmon qeydiyyatı məsələsində də bir növ az öncə səninlə danışmışdıq, daydaylıq məsələsi olub. Necə Niyə ki, eləyəsən də bunu? Bilbao qarşı idi. Aşağılamıram mən Barcelona. Yox, bildim mən başqa şey. Niyə eləyəsən onu? O Yəni bir neçə futbol klub qarşı idi. Perez də çıxdı dedi ki, mən qarşı deyiləm. Ondan sonra Bilbao da zadniyə verdi. O bir də deyəsən Sevilla'ydı da. Sevilla Atletico Bilbao dirəşlərçi yox. Laporta maliyyəsini alıbsa əcəb elib Perezdən. Demirəm elib yoxsa yox. Zor eləyib. Çünki sən öz vaxtında öz klubu düşünməkdə ən belə əsas rəqibə düşünürsənsə, okey də Superliqada sənin partnyorun idi. UEFA gəldi, sənin Superliqanın kopyasını yaratdı. İndi partladır formatı ilə. Hər kəs deyir ki, nə möhtəşəm format qoyub UEFA. Amma dərindən bilən bilir ki, bu Perezin layihəsidir. Hansı ki, heç kim olmadı. Heç kim çünki oturmuşsun 8 klub elan edir ki, Superliqa var. Ortada heç bir format, bir dənə video belə yoxdur ki, bu Superliqa nə olan şeydir. 3 ildən sonra çıxdı, 24-cü ildə çıxdı. 21-ci ildə elan edildilər. 24-də video çıxdı ki, bu nədir? 3 il prosta danışırdı ki, Superliqa belə bir şey olacaq. Məsələ ondan ibarətdir ki, bir səndə Çempionlar Liqasında sizin əfsanəviz yaradıb. Bilirəm, Santiago. Ona görə də 15 dənə. Dənə burada başlayaqsın. Ona görə də sırf bəs Barcelona niyə yoxdur? Barcelona hər hansı bir rəhbəri turnir yaratmır. Bu biz hansı tip bu hansı Barcelona azarkeşlərindəndir. Nəzərə alsaq ki, Barcelona Avropada uğurları 90-cı illərdən başlayır. Sən də rahat olaraq 90-cı illər qədər nə olub, rahat silə bilərsən. Çünki Barcelonada heç bir qələbəsi yoxdur axı. Rahat silə bilərəm deyəndəki bura. Milanın Çempionlar Liqası gəlib Slavia Praqanı, nə bilim, kimi orada Çempionlar Steaua Buxarestdə olmuşuq. Nottingham Forest fanatlarında deyə bilərsən ki, o vaxt Çempionlar Liqası belə. Yox, Nottingham mənim ən sevdiyim komandadır. Azərbaycanda da 11 dənə azarkeşi var, onları öpürəm bağırmam. 11. Yenə də Atletico'dan çoxdur. Alınma. Noruzda saysaq 20 nəfər. Ümumiyyətlə Atletico azarkeşlərinə bir necə deyim, dost olaraq deyirəm. Çünki 18-dən çox çıxarlar, vəziyyət pis olar. Yəni Atletico azarkeşliyi etmə səbəblərini bilmək istəyərdim. Yəni valla burada dis atmıram, amma ki avtobus klubudur, ya nədir. Sadəcə məsələn mən Barcelona azarkeşliyi etmə səbəbim taktikasıdır. Sən Reala azarkeşliyi etmə səbəbin sinif yoldaşın olub danışmısan. Yəni Atleticoya Liverpool Cəmaət gözlüyündə keçir sonlar, zatlar, nəsə pul. qısa görə Reala azarkeşliyi eləyən adamın nəysə onun ayrıcı danışırıq. Amma nə mənada da? Ya. Hə, amma yoldaşı da bir səbəbini. Amma olsa bu sevgili məsələsi deyil ki, başqa bir amma şeydir. sırf Dəstək cəhətdən. Atletico Madridin niyə azarkeşi olur? Bir məqam, burada Azərbaycan sözü yazılmışdı. O İki məqam Arda Turan. İkinci məqam Arda Turan, üçüncü məqamda Qaqa, Real'la Barça klounada komandasıdır. Amma Atletico Madrid kişilər komandasıdır. Xarakterli oynayır. Yəni xarakterini nümayiş etdirir. Cangavərlər də Murat bildirir. Amma əslində illərdə avtobus sürücüləri çox kişi olur. Avropada bir iddiam var ki, bunu hamımız qəbullanırıq da. Sırf bu dünyada 2 dənə futbolçu var ki, Cristiano Ronaldo, Lionel Messi. Buna görə klublara azarkeş edən azarkeş tayfası var da. Atletico Madriddə də formuna görə, Agüero'ya görə məncə azarkeş edən azarkeş tayfası. Qardaşım, sən necə? Agüero Forlanın pikidə eşidirsən? Mən özüm Kluivertin vaxtından Barcelona'ya baxıram. Fuad da çoxdan baxır. Məsələn, yeri gələndə Abdullah çoxdan baxır. Amma Forlanla Agüero heç vaxt Messi, Ronaldo səviyyəsində olmayıb da qardaşım. Bildimi? Raul olub Messi, Ronaldo səviyyəsində. Raul Messi, Ronaldo səviyyəsində olmayıb. Olmayıb. Amma mən Raul'a görə tutmuşam Real'ı. Xoşuma gəlib və belə. Yəni Forlanla Agüero elə adamlar var ki, qardaşım, elə bir oyunçuya görə komandası tutur ki. Sən də tutamırsan ki, niyə? Silva'ya görə Valencia tutan var. Tabii Silva'ya görə Valencia. Gəlin bir məqama da toxunaq. Madəm ki, indi favorit oyunçulardan danışır və parlayan ulduzlardan. Yamalın son oyunlarda, aylarda babat forması. Neujeli həqiqətən Niki Nikol məsələsi idi. Ya, sosialdan çıxmaq söhbəti. Bəli. Başım bıraxıb ona görə açıq. Bir də sosialın başını bıraxıb təmiz. Eləyir prosto da qızlarla yox. Sosialdan çıxıb adam
başını buraxıb. İndi bilmirik. Oyundan qabaq quşlamaqlarını buraxır. Ay sol buraxıb. Düzdür, hələ də status paylaşmağı var, amma daha o qədər də soxucu O da deyil. dayana də. bilmir. Ay sol. Nəsə paylaşım Amma lazım. artıq o da olmayacaq çox güman ki, çünki socialda təmiz yoxdur, çünki socialda təmiz yoxdur. Görəsən biz də socialdan çıxsaq elə uğurlu olarıq, o da maraqlı sualdır. Biz social çıxsaq burada Həm də olmadı. düşünürəm ki, Flick oyuna oturub belə kişi kimi söhbət edir. Pavratski. Sırf bir söz deyim. Sırf ya Flick'i, Rafinyanı və digər belə deyim də Sözdə elə olanlar var ki, sən elə baş Yamalın salırlar. atasını qatmamaq şərti ilə bir Barcelona azarkeşi olaraq sırf belə oyunçu kimi götürsək, Yamal nə dərəcədə əvəz olunması istəyirsiniz və onun satılmasına necə düşünürsünüz? Məsəl üçün 250 milyona PSG məsələ. Bu haqqda fikirləriniz 300 nədir? milyon mən danışım. 300 minimum 350 milyon. Amma bir Amma poldan söhbət getmir. Yəni okeysən, yəni Yamalın getməsinə. Mən deyirəm Mən okeyəm. 350 milyon avroya gedilməsinə Sizə bir razıyam. şey deyim, bizim familiya bası olaraq bu söhbəti həmişə danışmışıq. 3 adımın üçümüz də danışmışıq. Yamal bizə görə toxunulmaz deyil. Ay sağ. Amma onu deyir. Həm də mən sənə bir şey deyim. Bizə görə toxunulmaz bir də oyunçu Pedri'dir. Pedri. Bəs Rafinha? Hə. Bəs Rafinha? Rafinha da mənə görə. Bir şey ki, oğlumun adı Rafael ona görə qoymuşam. Nəysə. Bəs ondan başqa İndi- yəni belə futbolçu Bax məncə sən Yamaldan başlayaq. Allah Yamal sağ ol sənin. Bir də Gerard Maldini brat. Maldini də konkret Əvəz edin. Hə. Fasad oğlunu aldı. Yamal 350 milyon deyir. Mən hətta 200 milyon da verərəm, getsin. İndi Laporta baxıb gülür də bu 250 çıxışa. milyona verərəm. Mən də onu demək istədim ki, 200 milyona verərəm, bəs Yamal haqqında nə düşünürsəniz? Yox, zarafatsız brat. Həqiqətən Yamal məncə toxunulmaz deyil, ülvi demişkən. Toxunulmaz Pedrini görürəm, Johan Garcia'nı görürəm və Rafinha'yı görürəm indiki vəziyyətdə. Amma Ya. faktiki olaraq adam Yəni sizə görə toxunulmaz deyil. Mən belə deyim, Bəli. mən izah elində olar. Olar. Barcelona azarkeş olaraq icazə versən. Xəzərlənki hazır keçəyib. Tək Xəzərlənki azarkeş olasan. O nə olar? Ay, Yəni Yamal mövzusuna qarşılanmırsan. Yox, Forza Yamal FC. deməyim ki, tam olaraq əvəz edilməz deyil. Bəli, onun bəzində o xarakterində olan problemlər var. O başına yaxmaq oldu Ərəbdir ki, də. olsun da ərəb, başa düşmürəm. Ərəbdir brat. Bu nə irqçilikdir. başa Ərəblər düşmürəm. salamlayır. Hə, nəysə. Yamal təsir olaraq hal-hazırda komandaya çox təsiri var. Yəni demək olar tək başına daşıya bilir. Rafinha'da da var bu. Rafinha mental olaraq təsiri var. Yamalın isə konkret olaraq individual oyunu üzrə təsiri var. Amma hələ də bilmirik ki, bu stabil olaraq belə davam eləyə biləcək, yoxsa yox. Səncə Yamalın təsiri var, Rafinha'nın? Yamalın təsiri daha böyükdür. İndi mən xahiş eləyəcəm Kamran bəydən o şəkli qoysun ora. Sən bir dənə Yamalın olmadığı oyunlarda Barcelona'nın Yox, statistika o qolla deyil, Rafinha qol qolu asistində demirəm yox. qardaşım. Oyun Rafinha'nın məğlubiyyəti zad oldu- deyirsən də sən. Bildim də Başa qardaşım. düşdüm. Deməli Mən effektivdir də. Rafinha yox, mən başqa təsir edirəm. Yəni sadə bir şey deyirəm. Ötən mövsüm Interlə göstərilən o 2 oyun hər şey sübut elədi ki, o individuallıq, o təsiri Barsada son dəfə Messi göstərmişdi. Ondan sonra heç bir oyuncu göstərməmişdi. Adam tək başına Interə sökdü, yığdı, prosta sağ olsun. Elə ən axır böyük zərbələrə. səhvi də özü elədi. Elədi də daha uşaq idi, nəsə səhv edə, amma tək başına Interi hər iki oyunda məhv eləmişdi adam. Yuxumda görürəm o epizodu. Pedri cırış gözünü qaç offside bayrağını. Söhbət otana getmə. Orada o olmaya da bilərdi. Yəni məsələ orada Gerard Martin yıxılmaya da bilərdi. İndi hər şey Yamalı satmaq lazım deyil. Ölkədə bəlkə ən birinci Yamal xeytəri mənəm də. Yamalı nə qədər pazlamışam videolarında. Amma yəni gəl Üçüncü kimdir? Üçüncü də Ülvi. Gəl haqqında danışaq. Üçüncü də Rafinha mental olaraq, lider olaraq bəli Barsada olmayanda Barsa laxlayır. Həm mental baxımdan. Amma oyun qurmaq üzrə, amma belə deyim, hücumda o kreativliyi yaratmaq cəhətdən Yamalın elədiyini heç kim eləyə bilmir. Rafinha bu puzzle-ın bir üzvüdür və bu Rafinha puzzle-da olanda Yamal daha effektiv və daha Saat yaxşı olur. mexanizmi kimi Bəli də işləyir. Svesra saatı kimi daha yaxşı işləyir. Amma Rafinha Olmayanda olanda, Pakistan Yamal saatı olmayanda, Yamal olmayanda o istər-istəməz Olur təsir Pakistan göstərir. saatı. Çünki tək başına hal-hazırda məsələn individual olaraq nəsə təsir göstərə bilən tək-tük oyunçu var. Bu Mbappédir, bu Viniciusdur və Yamaldır. Yəni bir də belə 3-cü, 4-cü oyunçu mən tanımıram. Yəni okey, o lisenziya da göstərmirlər. Amma sırf olaraq hal-hazırda futbolun başında mənə görə prime-ında duran iki oyunçu var. Bu Mbappé ilə Yamaldır. Bu qədər sadə. Bir dənə də Bu sözlə bir dənə əlavə qrafiq olaraq nə deyə bilərəm? Rafinha'nın xroniki zədəliliyi olmaq söhbətində biz azərkeş olaraq Barcelona'da yoxluğunu öyrəşmiş bir vəziyyət yaratdıq. Ay sağ ol, düzdür. xroniki deyil axı, bro. Bu sezon yox nə qədər oyun buraxmışıq. Bro, ağır zədə o demək deyil ki, sən xroniki deyilsən. Buraxıb, çox buraxıb. Amma o demək deyil ki, xroniki deyil. Onu demirəm ki, buraxmağı problem deyil. Amma artıq onun yoxluğuna öyrəşdiyimiz bir 11-lik. Hə də onu deyirsən. Hə, okey. Okey. Hə.
Amma bir daha mənim maraqlı mövzu verdi. Səhifədə paylaşsam bu vaxtda araşdırma aparmalıyam güclü. Oyunda qatqılarını bilmək istəyirəm. X-çilər zadı görüm nə qədərdir. Sırf X-çi söhbəti deyil. Qolu demirəm ha, bildin mi? Oyuna qatqısı. Sən dediyin kimi. Qola baxsaq da, yəni Yamal Rafinyadan üstündür bu dəqiqə. Bir çox statistik göstərir, açar ötürmə, digər ötürmələr və s. Burada söhbət individual bəzi şeylər var ki, o statistikaya yazılmamalıdır. Məsələn, Messi'nin o qədər ötürmələri olub ki, o heç bir statistikada qeyd olunmur. Məsələn, statistikada nə qeyd olunur? Assist, pre-assist və qol. Amma onun elə ötürmələri olub ki, valla o assist onun yanında qələt edir. Assist eləməsə ondan yaxşı idi. Adam yəni 3 ötürmə, 3 gedişi əvvəlcədən görürdü. Yəni şahmatçı beyni kimi düşünürdü. Bu başqa məsələ. Amma Yamal oyuna baxan kimi bilirsən ki, bu başqa bir şeydir, brat. Yamalın oyuna baxan kimi bilirsən ki, bu specialdır. Bəziləri onu Olise ilə müqayisə edirlər. Yəni orada Olise'nin statistikasını göstərdilər. Birincisi Olise oynayır Fermer liqasında, bu başqa məsələ. İkincisi Yamalın təsiri tam başqadır, brat. Məncə La Liqada hal-hazırda Fermer liqasında amma nəyisə. Nə? La Liga. La Liga mənə görə Fermer liqası. Ya Olise gəlib Real'a çalcınada partladar da yəni. O başqa məsələ. Real'a avarilik yoxdur ki, ara. Olise pis oyunçudur, super oyunçudur, elit oyunçudur. Amma müqayisə olunacaq güclüdür. Yamal'la eyni səviyyədə deyil. O çünki Yamal'a söz atmışdı, diss atmışdı ki, Yamal'ın nəyini istəyərdiniz? Dedi ki, mən onun Yox, dedi hansı oyunçunun hansı xüsusiyyətini almaq istəyirsiniz? Yamalın hype-ını. Yamalın hype-ını istəyirdim. Qardaşım, Yamal bəyəm boş-boşuna hype yığıb. Yamal ötən mövsüm bütün böyük oyunlarda söz dedi. Real'la oyunda özünü göstərdi. Inter'lə oyunda özünü göstərdi. Dortmundla oyunda özünü göstərdi. Nə bilim, Çempionlar Liqasının istənilən oyunda özünü göstərdi. Rafinha da həmçinin. Amma Olise yəni o səviyyədə deyil hələ. Olise ondan bir ulduz aşağıda. Olise belə deyir də, kinolarda xod gedən kinoda yan karakteri kimidir də. Yəni birbaşa bir mənalı olaraq deyirəm. Diaz Olise'dən effektivdir. Ay sən o yaşlarda da Olise daha çox can verir məncə oyuna. Diaz daha təcrübəlidir də məncə. Oyunda yoxluğu bilmək yeganə. Odur, amma məncə Diazın qolu, yəni mövsümün qolu seçilməlidir. Harda ki, top 9-da var. Məncə mövsümün qolu Solanke'nin qolu olmalıdır. Solanke qolu görmüşük əvvəldə. Məsəl üçün Mixtaryan'da da görmüşdük, Jurda da görmüşdük, amma Luis Diazın qolu. Amma Soboslay qolu pis deyildi. Normal bir şey, primitiv qol idi. Amma yəni sən nəyi mənə xatırlatdı? Mən oyuna Setantadan baxırdım. Setantanın kommentatoru bir söz dedi ki, bizi 90-cı illərə apardı. Roberto Carlos'un zərbələrini apardı da, o belə fırlanan toplar. Amma orada Donnaruma'nın da bir böyük səhvi vardı, nəysə. Əgər qapısı tərəfdən baxsan. Nəysə, biz əsas məsələləri danışma. Əsas məsələlər əslində danışdıq. Bir son məsələ var ki, hansı hal-hazırda hype yığıb bu məsələ. Bəlkə də həftə sonunda biz artıq bu məsələnin haqqında danışmayacağıq ki, düzələcək. Amma öləmdə Barselona azarkeşlərinə Ronaldo haqqında sual verəndə və yaxud tərsinə Real azarkeşlərinə Messi haqqında sual verilərsə, Ronaldo'nun hal-hazırdakı siyasi problemləri Səudiyyə Ərəbistanında nə fikirləşirsiniz bu haqda? Səudiyyə Ərəbistanının bilmirəm kim idi, şəxsi olaraq yadımda qalmayıb. Çünki atlar hamısı əl dedi ya, komanda atları öz atlarda. Təkərə düşürəm. Qəşəng bir açıqlama verib. Deyir ki, bu gün oxudum onu. Deyir ki, Premier Liqada Ronaldo bunu eləyə bilməzdi. 100%. Və yaxud da hətta tək Premier Liqa deməyib, bir neçə liqa misal çəkir. Amma Səudiyyə Ərəbistan liqasında özü Premier Liqa ilə müqayisə edilməsi düzgün deyil. Yox, burada biz necə müqayisə eləməyə bilərik, amma heç bir oyunçu içi Messi qarışıq, Ronaldo qarışıq, klubdan, liqadan artıq ola bilməz. Adam 2 oyun belə hərəkət eləyirsə, mütləq ona qapını göstərməlidir. Burada Səudiyyə Ərəbistanlılar göstərməlidir. Yox, bizə məsələ nədir? Okey də sənə şəxsi təyyarə veriblər, cangüdən veriblər, ev veriblər, sənin üçün orada full şərait yaradıblar. Bunlar Neymar'a da vermişlər. Ay sağ ol. Amma sən də onun qarşılığını verməlisən. Sən durub 2 oyun atırsansa, komanda rəhbərini, prezidentini, baş məşqçisini, texniki heyətini saymırsansa, yəni yerin qapı olmalı. Məncə sənə bir dənə misal çək. Vinicius'un El Clasico'da elədiyi hərəkət. Sən ona qapını göstərməzdin. Qapını göstərir. Sizdə hər şey orada görsəndi ki, bax belə efirdə gözümüzə soxdular ki, Realda nizam-intizam yoxdur. Nizam prezident gördük nə dedisə o da olacaq. Yəni burada bizə məşqçi və yaxud da idman direktoru çox da böyük rol oynamır. Amma mən heç vaxt Realı Səudiyyə Ərəbistandan müqayisə etməzdim və mən heç bir normal liqanı demirəm ha, Realı normal liqanı Səudiyyə Ərəbistanla müqayisə etməzdim. Liqa müqayisə eləmirik. Ronaldo'nun hərəkətini müqayisə edirik. Məsələn, ilk öncə sən Ronaldo'nun oradakı effektivliyindən danışdın ki, yəni Ronaldo gəldi, Ronaldo'ya bunlara verdilər. Ronaldo qarşılığında verməlidir. Messi MLS-ə müqayisə etmirəm, sadəcə deyirəm. Messi MLS-ə gedəndən qabaq biz MLS haqqında nəsə bilirdik, bəli bilirdik. Bilirdik təbii ki. David Beckham söhbəti var, Zlatan İbrahimovic var. Hər dəfə qabağına o BR futbol hər dəfə BR futbol Carlos Vela'nın qollarını paylaşırdı Los Angeles'də. Yəni biz Marco Reus, Messi
MLS-ə o qədər hype verməyib, nəyə ki Ronaldo Səudi Ərəbistana. Bəli. Səudi Ərəbistan futbol haqqında bir şey işte bilmirdik, amma indi Azərbaycan kanalları belə Səudi Ərəbistan liqasını Mən bir dənə Əldəf Sarı'nı tanıyırdım. Odakı Argentina ilə oyunda udanda qol vurmuşdu. O inanılmaz hype Səudi Ərəbistana Ronaldo verib və normal bir dövrdə, normal bir məkanda, nə bilim bir liqada Ronaldo hərəkəti səhv hərəkətdir. Amma burada hər klub individual olaraq idarə olunmur da. Bir böyük ailə, təşkilat deyirik. 4 klubu idarə edir. Bilirik də hansıları? Al-İttihad, Al-Ahli, Al-Hilal və Al-Nasr. Və özləri üçün favorit seçirlər. Ki məsələn bizim proyektimizin favorit komandası indidən bu sonu budur. Benzema da basketbol klubundan bura uşaqlıqda götürüb Qalatasaray, Beşiktaş, Fenerbahçe bütün oyunçuları salırdıq ha. Elə bir tema geldi orada da. Niyə görə eyni cibidən çıxan pul Səudi Ərəbistanda Al-Hilal 100 milyon xərclənir. Ronaldo'nun komandasında isə 200 min avro xərclənir. Ronaldo dediyi məsələ budur. Ronaldo bilir ki, bu hamısı idarə olan məsələ bir ailənin məsələsidir. Və şoka düşür ki, siz mənə burada dəvət eləmisiniz, təyyarə, Al-Nasrın o səhmlərini veriblər, 15%. Klubun səhmləri. Amma mən rəqabət vermirsiniz. O demir ki, mənə hazır oyunçular verin, çempion olaq. Rəqabət yoxdur, o Benzema da görüb basıblar. Rəqabət nə? 1000 qala çatacaqdı. Adamın istəyi o. Yəni bilirik də nə istəyir. Bax deyir, Fuad Pastayar ki, Florentino Perez auradır. Məsəl üçün deyir ki, prezident kimi auradır. Aura Ronaldo'dur ki, 1000 qola çatmalıdır. Bütün dünya bunu sayır. Amma o bunu mən saymıram sən. Çox adam bunu sayırdan olsa bunu əla da bilirsən. Oturub sayırlar. Və saymamaq, amma bunu vecdə almır. Deyir mən 2-3. O 2-3 oyunda bəlkə 3-4 dənə top vurardı, o 1000 qola yaxınlaşardı. Eləmir. Nəyə görə? Çünki onun üçün rəqabət daha vacib bir şeydir. Hal-hazırda bir neçə sponsor, böyük sponsor Səudi Ərəbistan liqasını nümayiş etdirməkdən imtina edir. Və Ronaldo Səudi Ərəbistan əminin də deyə bilərəm ki, baxmayaraq ki, Joao Felix, nə biləm, zırtapırt, o oyunçu, bu oyunçu, orada olmasına baxmayaraq. Sən Ronaldo'nun hype-ına bax ki, 18 yaşlı oyunçudur rahatlığını Ərəbistana deyir. Yəni fərz edin ki, Ronaldo Səudi Ərəbistandan getsə, o liqa necə hansı əvvəlki statusundaydı? Çin liqası yadıma gəlir, o statusun yaxın vəziyyətə düşəcək. Əmin ola bilərsiniz. Məncə əsas mövzuları danışdıq. Ronaldoya da buradan şəfalar diləyirəm və səbir diləyirəm. Yaxşı olar. Yəni nə Əlbəttə ki, bu gün biz Barcelona, Mallorca və Valencia Real maçını müzakirə etmədik. Nəyə görə? Çünki hər iki komanda Barcelona oyunla Real isə belə də utdu və Barcelona oyunla Real qoyunla utdu. Yəni qoyunla. Aslı qoyunsuzlarla. Heç yox idi. Qoyunsuz utdu. Qoyunsuz utdu. Orada əslində intriqa yox idi. Amma ümid edirik ki, gələn həftə bizim maraqlı məqamları olacaq. Gələn həftə Barça Atletico Madrid kubok oyunu, bəli, çox maraqlı olacaq. Çempionatda Real Sociedad bizdə, sizdə? Bizdə yox, sizdə də Real Sociedad, bizdə isə rəqib. Bizdə rəqib çempionatdaysan, bir dənə gözlə. Bu da mənim Barça azarkeşim. Qardaşım, başımda o qədər problem var ki. Biz artıq prezident seçkilərinin Barcelonada yekunlarını biləcəyik. Əsas prezident seçkiləri yekunları məncə martda olur da, martda olacaq. Martın 15-i olacaq. Və bu gün artıq Florentino Perez. Bursa orada gedirdi, orada götürdü bunlar. Girona ilə oynayırıq. Karoça Laporta istefa verdi və bəzi izləyicilər, bəzi azarkeşlər təkrar düşüblər ki, Uyda istefa. Bu niyə getdi? Bu normal bir şeydir, belə olmalıdır. Seçkilər öncəsi kampaniyada, yəni rəsmi olaraq. Yazaq fikrimi deyim, deyəcəm də. İki qoçu başı, bir qazandı. Gözlə qoyayım. Hal-hazırda Realda Buradan altı qara pişik də salamlayır. Yəni bu belə olmalıdır ki, o prezident seçkilərini əvvəl nə olur? Uyda sizin klubda prezident dəyişir. Klubun nizamnaməsinə əsasən cari prezident seçkilərində iştirak etmək istəyirsə, prezident seçkilərindən öncə postundan istefa verməlidir ki, seçki kampaniyasına başlaya bilsin. Məsələ budur. Instagramdakı post yoxdur. Fuad əbəbə eləyə onu demək istəyir. Məsələ budur. Əddis əbəbə. Fuad, sənə dedim, bayaqlar reminder sual verəcəm. Mənə seçkilərindən bağlı idi. Viktor Font çox atıb tutur da. Yəni belə eləyəcəm, belə eləyəcəm. Viktor Font oyunçu atasıdır. Asfalt çəkəcəm, nə var, nə eləyəcəm, nə eləməyəcəm. Burada Laport da elə gəlmişdi. Amma gəl belə də aşağıda. Mən belə deyim, mən fikrimi deyim, çox bildim sənin sualın nədir? Durursan dur, problem deyil, amma nəysə. Sözüm odur ki, sən burada yox idin, biz buradaydıq. Hal-hazırki namizədlər arasında normal bir namizəd yoxdur Laportadan başqa. Laport özü belə normal namizəd deyil və bu namizədləri həyacanlandım. Nəysə. Hal-hazırki namizədlərə baxsaq, yəni ən ideal namizəd elə Laportadır və böyük ehtimalla Laporta seçiləcək və hətta şayələr yayılıb ki, Laportadan sonra ikinci ən böyük namizəd Ford göstərilir. Hətta deyərdim ki, Fordun bu dəfə
səs Şey yoxdur, sığmaq fikir ehtimalı analizlər. daha çoxdur. Tony Freisha, yəni başqa bir namizəd bildirib ki, fond qeyri-adi seçki kampaniyasına əl atıb. Belə ki, yəni biri var, public çıxış edirsən ki, mənə səs verin, mən bunları eləyəcəm. Hətta Freisha iddia edir ki, külli miqdarda vəsait buraxıb səs yığmaq üçün, hətta Sosiosda, yəni klub üzvlərinin arasında da pul buraxıb ki, mənə səs verin. Yəni bu biraz təhlükəli görsənir, amma ikinci Bartomeu gəlir. Yes. Ay, mən də onu deyirəm, ən çox qorxduğum bu dəqiqə odur ki, Laportanın dişi ilə, dırnağı ilə qurduğu Barcelona çox qorxuram ki, fondun zibilinə düşsün. Mən hələ ki Laportanın burada Ford deyirsən, mənə də çaşdırsan, fonddur. Font olsun, yaxşı. İcarədə deyil. Font nədə şeydir? Şrift Deyirəm də o fontudur. üçün atasında yazıyor. Korоче, hələ ki Laporta səsləyəcək, bu böyük ehtimalla belə olacaq. Ən azından o Flikin son o yalandan PR edilmiş xəbərindən sonra bu əminliklə deyə bilərəm ki, bu sırf olaraq bir şey Laporta getsə Flik də gedəcək. Lojna məlumatdır ki, yəni azarkeşləri qorxuzmaq üçün, yəni o səs verənləri qorxuzmaq üçün ki, var ha, biləsən. Bilirsən niyə edirəm? Deyim biləcəksən. O bilirəm, o həmişə olub da, Noruz o. Yalandan boş-boşdan xəbərlər Laporta paylaşırlar. eləməz. Dinən deyəcəm niyə. Eləyib də məsələyə sən Messi də eləmişdi onu. Yox, qulaq as da. Ayda Messi də. Messi də özü çıxdı açıqlama verdi onu. Messi də özü açıqlama verdi ki, baxın dostlar, yaşam tutmur. Bizdə inkişaf eləyib başqa şey falan. Şefsin avtofutbolcu. Bir dənə video göstər ki, həndə avtofola. Bax, uşaqlar, məsələ budur. Fuadın dediyində haqq var. Amma o socialda xəbər yaymaq üçün Bartomeu bir dəfə belə şeyə əl atmışdı. Bartomeu da tutdular ağzını, qaşıdılar qəşəngcənə. Ona görə də bunun özü də bir cinayət məsuliyyətidir. Laporta bu yola əl atmaz. Laporta Messi xəbərini düz deyir. Var idi. Amma Laporta Messini öz dili ilə müsahibəsində demişdi ki, saxlayacağam, oyam bu yan. İndi alınmadı, nəyə görə alınmadı? Bu işin başqa tərəfidir. Nəysə, uzun sözü qısası. Deməyib ki, mən getsəm, Flik də gedəcək. Amma namizədlər aslında var ya, Laporta deməyib, Flik deyib ki, güya ki də, Flik deyib ki, Laporta olmasa mən gedəcəm. Deməyib bu da, bilirəm də, deməyib də. Yəni bu sadəcə olaraq bir şayədir ki, qorxusunlar ki, biz əgər Laportanı seçməsək, Flik gedəcək. Sən deyirsən bu klub daxilindən çıxıb bu şaya? Yox, klub daxili, yox, yalandan. Mən sana deyirəm ki, yəni klub daxilindən çıxmır. Klub daxilindən çıxıb. Uşaqlar elə namizəd var ki, desin ki, məni Barcelona prezident eləyim, mən 100% söz verəm ki, Barcelona, Mbappé-ni gətirərəm. Mbappé gətirərəm. Gerard Pique eləyə bilər. Hələ ki Gerard Pique gəlinə kimi Laporta qalsın. Burada məşq edir öz üçün də balaca. Bir gün o məsələdə danışsam sizin verilişdə gələcəm yenə reminder kimi. Uşaqlar, iki şey var ha. Bir dənə söz muxtarımda Saman Allah şey nə deyirlər, nədən səbəbdən nə tökülmür. Hə, Pique var, heç Pique də prezident kimi istəmirəm çünki çox kommersiv adam. Allah kommersiv lazımdır, belə bir şey. Lazımdır şey. Kommersialda bizdə var bir dənə kommersial. Yox, kommersiv adamlar mən bunlara söz çatdırmıram. Biri Florentino Perez-i pisləyir, biri nə bilim Pique pisləyir. Laporta gəlməyən Pique-yə. Sən o Laporta bəyənmədin Laporta, komandanı dibidən götürdü. Bu möhtəşəm sədallar altında uşaqlar. Mənə pul yeyən prezident lazımdır, deyib eləyən prezident lazımdır ki, o da onu eləyə Bu bilmir. möhtəşəm sədallar altında, bu sözlər altında şəhərlərdə bildirin, Novruzu bir dəfə də bura dəvət eləyək, yoxsa bir dəfə siz üçün bəs idi. Amma fake accountdan yazan mütləq bizi bu da dözmədi Uşaq Novruzun enerjisinə. Şəhərlərdə bahara ki, bu uçduğu podkast sözü. Orada linklərimiz var. Bütün linklərə keçid edirik, abunə olun. Ümumiyyətlə bizim kəşfiyyatda qabağımıza çıxmışıqsa, bəli, bizim YouTube kanalımıza abunə olun. Penya Blakas, FD Futbol, Familiya Barsa, bütün səhifələrimizə abunə olun. FC Azərbaycan, FC Barsa, FC Barsa. Hər şey dedim, nə barədə demədi. Və yox, əvvəlcə onu biliyor və bayırda mütləq abunə olun və izləmədə qalın. Barit Podcast hər həftənin cümə günü 20:00-da YouTube-da.